2023-cü ildə Feyenoordla oyundan sonra Arne Slot deyib ki, bir də oynayacağıq və bu dəfə hesab elə də yaxşı olmayacaq sənin üçün. Kim deyib bunu bugün? Allahın dəlisi Diego Simeone. Sentyabrın 17-si Bakı vaxtı ilə 23:00-da 2 dəli Enfieldda üz-üzə gələcək. Söz ağızdan çıxıb artıq, qalır icra eləmək. Alınacaqmı? Görəcəyik. Menümüzdə ancaq Çempionlar Liqasının oyunları deyil, Belçika və İsveçrədə baş çəkəcək. Analiz məndən, sağlam şərh, abunə və rəy sizdən. Hamıya uğurlar, başlayırıq. İsveçrəyə yollanırıq və anlamağa çalışacağıq ki, niyə Servet ardıcıl 2 oyundur Superliqada 3 xalı götürə bilmir? Arda Turanın Şaxtyoru ilə keçirilən oyunların bura təsiri var yoxsa yox? Ondan da baş çıxarmağa çalışacağıq. Ümumiyyətlə, Servetə buralar yaraşmır. Başları o qədər Avropaya qarışdı ki, bir də ayıldılar ki, -6 averajla və cəmi 2 xalla sondan ikinci yerdədirlər. Elə oyunlarına da yağlı bir dənə 2 düşür. Statistikaya fikir versəz, Servet az qala hər oyun azı 2 qolluq performans göstərir. Söhbət təkcə XG-dən getmir. Son 2 oyunda rəqiblərə uyğun taktikanın dəyişməsi də nəticə verməyib. Əcaba məşqçiyə torbadı mı? Sualları sizin beyninizdə də yəqin ki canlandı artıq. Bu sualın cavabını biz bugün 21:00-da başlayan oyunda tapacağıq. Servet risk alaraq oynayacaq dostlar məncə bu oyunu. Servetin risk alması Sion'un işinə yarayacaq. Məncə bu oyunda top bir o qapıda, bir bu qapıda olacaq. 2-5 üstü ataq ortalığa. Çünki açıq oynayan komandalara Sion ayaq uydurmağa çalışır. Ən azından bu mövsüm elədir mən gördüyüm Sion. Seçimimin əmsalı 1.70'dir. Ağlınıza batırsa uğur olsun. Sion şəhərindən deməli Genkə birbaşa aviareys var və təxminən 2 saat 41 dəqiqəyə çatmaq olur. Bu informasiya bilmirəm sizə lazım idi yoxsa yox. Amma Genk Charleroi oyunu sizə lazım ola bilər. Çünki bu oyundan bol gol gözləyirəm və seçimimi də artıq başa düşdünüz. Deməli, hər iki komandanın oyununu mən izləmişəm. Təbii ki, Genkin oyunlarında daha çox diqqət mərkəzində olur. O Genk ki, cinahlarda ayaq basmadığı yer qalmır. Charleroi isə standartlara və güc, atletik futbola üstünlük verir. Standartlar demişkən, Charleroi-nın bir dənə oyuncusu var. Fluke, ona diqqət edin. Vaxtilə bayaq adını çəkdim Servetdə liderlərdən biri idi. Sonra gəldim Mechelenə, Mechelen onu bəyənmədi. O da getdi Charleroi-ya və sanki ikinci dəfə özünü tapdı. Siz isə aşağıda like və abunə ol düymələrini tapa bilərsiniz bu arada. Biz isə yollanırıq yavaş-yavaş Amsterdama. Ona görə yox ki, Belçika və Niderland krallığı qonşudur. Sadəcə mən maraqlıdır ki, bu 4-3-3 və 3-5-2 sistemlərinin döyüşünün axırı nə olacaq? 4-3-3 sistemi ilə oynayan Ajax Avropa səhnəsində 5-cü oyununa çıxır. Görək Johan Cruyff arenaya toplaşanlar yubiley hədiyyəsi görə biləcək yoxsa yox. Ötən mövsüm öz əlləri ilə çempionluğu götürüb verdilər PSV-yə və Ajax Çempionlar Liqasına çempion olmadan gəlir. Habil Əliyev rəhmətlik demişkən, onlar verdi, sən niyə götürdün? Hər şey bir kənara, gəlin bir dənə şeyi başa düşək. Biz əslində 2 problematik klubun oyununu izləyəcəyik. Kimsə deyə bilər ki, qardaş, Ajax hələ uduzmayıb, amma Ajax hələ ki ciddi rəqibi olmayıb bu komandanın. Buna baxmayaraq Ajax stabil buraxır. Digər tərəfdən vaxtilə Ajax'ın hazırki məşqçisi Heitinga ilə Çin-Çini oynayan Christian Kivu baskı altındadır. Aydın məsələdir ki, Marotta onu göndərməyəcək. Amma Inter'in oyunlarına baxanda bəzən düşünürəm ki, Inzaghi'nin qurduğu 3-5-2 sistemi o qədər müqəddəsləşdirilib ki, heç kim dəyişmək istəmir. Məncə Inter'in oyunu artıq açıq-aşkar oxunur. Dimarco əvvəlki deyil, Thuramın liderliyi yoxdur, Acerbi qocalıb, Bastoni mənasız səhvlər edir. Meydanda tək qalıb kim? Dumfries, Barella, Hakan Çalhanoğlu. Jubiley, Johan Cruyff Arena, Ajax və Ajax necə oynayar? Qarşısında da Derbi İtaliyada başı əzilmiş ilan. Amma o ilan əks hücumlarda ölümcül sanca bilir. Bunu da unutmuruq. Ajax'ın bu mövsüm oyunlarında
ilk hissələr dostlar çox şən keçir. O qədər şən keçir ki, son 5 rəsmi görüşdən 4-ündə ilk 20 dəqiqədə hesab açılıb. İlk 20 dəqiqədə. Bunun altından xətt çəkirəm, görək nə olacaq. TFC ilə oynayanlar məsələn, intervallar bölməsinə bir nəzər salsa yaxşı olar. İlk hissədə canlıdan əla əmsal götürmək olar. Bu oyunla bağlı deyəcəyim sadəcə bu qədərdir. Keçirik Bavariya Chelsea oyununa və dərhal sizə bir neçə foto göstərəcəm. Fotolar Bavariya Leipzig oyunundandır. Xatırladıram ki, həmin oyunu Bavariya 6-0 udub. O oyunla bağlı analizlərimi siz gözəl xatırlayırsınız. Nəyə görə də bu oyunu seçdim? İndi onu deyəcəm. Çünki indi görəcəkləriniz sizə Chelsea-ni məncə xatırladacaq. Deməli, fikir verin. Leipzigin müdafiəsi oyunu qurmağa çalışır. Bir dənə fikir verin. Dayaq yarım müdafiəçisi boşluğu görür və o zonaya gəlir. İndi fikir verin. Qapıçının artıq azı 3 variantı var. Bu çox önəmlidir. Ardınca nə baş verir? Dərhal bir pasla sol winger, ora düşən sol winger topu qəbul edir. Epizodun ardına baxmamış, gəlin wingerdən, diqqət bura, wingerdən soldakı, yəni meydanın Leipzig aid olan hissəsində Bavariyanın oyuncularını sayaq. 1, 2, 3, qısası 6 nəfər. İndi görün nə olur. Winger topu qəbul edir, yaxındakı ilə qısa oynayır. Mən bunu video görüntüsünü yerləşdirə bilmirəm, qorxuram ki, videonu bloklayar. Ona görə izlədiyim bir epizoddur, detallı incələdiyim bir epizoddur. Ona görə də sizə burada sadalamaya çalışıram. Winger topu qəbul edir, yaxındakı ilə qısa oynayır və o da dərhal cinah müdafiəçisinin krosunu görür, dərhal önünə atır və artıq 3-ə 3 qapıya tərəf gedirlər. 3-ə 3. Hərçənd bu epizodda left back, yəni sol back səhv qərar qəbul edir və pası arxadan dəstəyə gələn 4-cü oyuncu atır. Fikir verin, yanında da oyuncu var. Ardınca nə baş verir? Kimmich və Goretzka müdafiəçilərlə, stoperlərlə biri də təbii ki, onu basıb yeyirlər, paramparça edirlər. İndi sizə sual verirəm. Siz Chelsea-nin neçə belə hücumunu hər həftə izləyirsiniz? Əminəm ki, Chelsea-nin oyunlarından baxırsınız Premier Liqada. Ona görə deyirəm ki, dostlar, hesaba baxmayın. Oyuna baxın həmişə. İndi isə başqa bir dənə epizoda baxaq, bu da çox önəmlidir və sonra keçirik seçimimizə. Leipzig qabaqda baskını görür, qapıçıya oynayır və rəqibi üstünə çəkir. Qapıçı sol oynayır, bundan əvvəl qapıçıya pası verən Doss, yəni dayaq yarım müdafiəçisi, artıq left backdən topu qəbul edir və bir toxunuşla trafik yaradır. Və indi fikir verin. Bir pasda faktiki 2 stoperlə üzbəyiz qalan 4 Leipzig oyuncusu hücuma uçur. Nəticə? İndi bax, məni linç eləyirlər bəzən YouTube-da 1-2 ağıllı. Nəticə nədir? 6-0, düzdürmü? Qaçan epizodlara baxın, mən sizə təkcə 2 epizodu izah edirəm. Detallı incələyirəm ki, Bavariyanın qarşısındakı kimdir? Chelsea-dir. Yeri gəlmişəm, bu indi üstünə dayandığımız epizodda da Leipzigin oyuncusu epizodu öldürdü. Və belə, dostlar. Sözümün canı nədir, gözəl insanlar? Əgər Chelsea bu cür momentlər tutsa, əff eləyər yoxsa yox, məncə eləməz. Chelsea-nin bir qolu 1.34-dür və qarşısındakı kimdir? Çempionlar Liqası çərçivəsində 37 ev oyunundan 36-sında qol vuran Bavariya. Bu da sizə qol, dostlar. Madəm biz Chelsea-nin bir qolunu götürürük və Bavariya şuursuz hücumlar eləyir, potensial fərz ilə ki, bir qol var, düzdürmü? Chelsea-nin. Və biz nə görəcəyik? Məncə biz Bavariyanın ikinci topunda görəcəyik. Mən oyunu maksimum beyninizə canlandırmağa çalışdım və keçirəm növbəti oyuna. Gəldik, çatdıq Makedonla Namin davasına. Bugün oxudum ki, Julian Alvarez oynamayacaq. Məni əmsal falan maraqlandırmır, dostlar. Bu cür oyunlarda, özü Enfield'da Arne Slot'un batalyonu uçur. Baxın, gözəl insanlar, inanılmaz tempdə oynayan və rəqibi qapıya dirəyən monsterla belə oyunlarda qapının qabağına avtobus çəkən bir konduktorun komandasından danışırıq. Məni narahat edən yeganə məsələ bilirsiniz nədir? Avtobuslara qarşı Liverpool çətinlik çəkə bilir. Digər tərəfdən Liverpool, yəni daha doğrusu digər tərəfdən yox, mövzunun ardı olaraq Liverpool artıq 4-cü dəfədir ki, söhbət Burnley oyunundan gedir. 80-ci dəqiqədən sonra qol vuraraq qalib gəlir bu mövsümdə.
Slot böyük ehtimal yarım müdafiəni dağıtmağa çalışacaq. Çünki Simeone'dən mən dörtlü stoper xətti görəcək böyük ehtimal. Bunu gözləyirəm. Deməli, Atalantadan gələn Ruggeri ki, o müdafiəçi yox, əskərdir. Ölməyə hazır olan əskər. O Gasperini'nin əskəri idi. Langley'ni göstərirlər optimal heyətdə. Yanında Lenormand və sağda Llorente. Təbii ki, Simeone'nin oğlu da ona dəstək olacaq arxadan. Liverpool'a hələ də PlayStation komandası kimi yanaşanlar üçün hazırladığım bir məqama toxunmaq istəyirəm. Baxın, Liverpool rəqibi üstünə çəkir. Fikir verin. Van Dijk topu verir Kerkezə. Top Kerkezə gəlməmiş. McAllister. Bu oyuna baxanlar bilir bu epizodu yəqin ki yadından düşəcək. McAllister 2 dəfə Virtsə və Gakpo'ya baxır. 2 dəfə hər ikisinə baxır. Skan edir epizodu sanki onların mövqeyini. Kerkez topu deməli nə olur? McAllisterə verən kimi McAllister dərhal irəli atılır. Virts oyuncunu dərinə aparır. Alexis McAllister isə topu Gakpo'ya verir. Bu ev tapşırığıdır dostlar. Və Gakpo topu qəbul edən zaman bir dənə Kerkezin mövqeyinə artıq fikir verin. Artıq irəli şığıyıb. Niyə bu misalı çəkdim? Bournemouth'un müdafiəsinin düzülüşünə fikir verin bir dənə. Görürsünüz dörtlü xətti. Okey, bugün McAllister oynamayacaq. Orada biz yəqin ki Szoboszlayını görəcək, çünki Frimpong artıq sağalıb. Yenə də qayıdıram Bournemouth'a. Niyə bu misalı gətirdim? Çünki sistemli klubdur və ağıllı məşqçisi var. Söhbət Andoni Iraolo'dan gedir. O oyunda belə Liverpool 2 top buraxdı dostlar. Niyə? Cavab sadədir. Həddən artıq oyunda oynayır. Məsələn, mən indi bu videonu çəkə-çəkə gözucu Benfica Qarabağ oyununa baxıram. Benfica nə qədər oyunda oynayır və nəticəsini gördük 2-2. Buna görə mənim seçimim dostlar ev 1-5 üst, 1-47 əmsal. Çünki Liverpool hər an buraxa bilər, arxada boşluq verə bilər. Ötən il Enfield'dən necə oynamaq lazımdır sualına gözəl cavab verən PSG Atalanta ilə qarşılaşır. Görəsən Luis Enrique bu oyunu hardan izləyəcək? Mənə o maraqlıdır. Çünki sonuncu oyunu media lojasından izləyirdi. Oyundan sonra da dedi ki, reqbi oyunlarında bunu tez-tez görürdüm. Meydanda baş verənləri daha aydın görüb analiz etmək mümkündür. Maraqlı yanaşmadır. Madəm PSG-nin məşqçisindən danışdıq, gəlin ayrı seçkilik olmasın. Atalanta məşqçisindən də danışaq. Dostlar, qısa və lakanik olacağım. Juriçi Atalantaya kim gətiribsə, bu kluba futbolla nəfəs alan Bergamoya xəyanət edib bu insan. Məncə Juriç bu klubda çox qalmayacaq. Onun Torino'da, Southampton'da elədiklərindən bir özünüzdə baxarsınız. Məncə onu baxsaz, görsəz bəs edir. PSG qələbə 1.46 əmsal. Juriç meydana sırf az buraxaq beyni ilə çıxacaq. Çox hikkəli danışmaq istəmirəm, amma Juriç ilə uzağa gedə bilməzsən dostlar. Bugün sentyabrın 17-sidir. Hamınızın huzurunda deyirəm. Juriç bu mövsümü başa vura bilməyəcək. Bunu görəcəksiniz. İndi mən paraleldə baxıram, böyük ehtimal Bruno Lage da başa vura bilməyəcək mövsümü. Görək nə olacaq. Futboldur, Atalanta oda da bilər. Amma dediyim sözün arxasındayım, Juriçlə olmaz. Vəssalam, bu qədər bəsit. Heyətləri tutuşdursaz bəs eləyir. Bura qrafika falan gətirməyə ehtiyac yoxdur. Belə gözəl insanlar, mən deyəcəklərim bu qədərdir. Sizin tənqidlərinizdən sonra nəticə çıxarmaya çalışdım və maksimum lakanik, qısa, mövzuya aid danışmaya çalışdım. Təklif və iradlarınızı yenə də şərh bölməsində yaza bilərsiniz. Bəyəndinizsə, nə xoş mənə, gününüz də xoş olsun.